dəfələrlə demişəm, yenə də deyirəm. Biz bir yolu gedirik ki, KDTB olaraq, təşkilat olaraq, orada bəylərimiz, xanımlar və daxildə də Sayın Cavad bəy də söylədilər. Havayı ömür qoymamışıq, ayıq ömür qoymuşuq. Bilirik, özümüz seçmişik. Mən özüm seçmişəm, özümüz hamımız seçmişik. Bilərək də, təcrübələrdən gələrək də seçmişik. Ona görə də biz demək ki, 100 il bundan qabaq bizim öndə gedənlərimiz, ağıllı öndə gedənlər, cumhuriyyət yaradanlar, fikir qoyanlar, Ağçuralar, Məhəmməd Əmin Rəsulzadələr və Azərbaycanın güneyində fikir sahibləri. İndi o qədər demək ki, vırıb, kəsib, kitabları cırıb, bu günləri də adam baxanda, dəyərli Sara xanım, dəyərli bəylər, adam baxanda əlovlanır. Çoxunluğu təşkil edən bir millətin heç yanda adı yoxdur. Heç yanda adı yoxdur. Amma demək ki, saniyələrlə Fars, heç olmasa yanında da bir Kurd. Deyəcəm, dən görə ki, nə oldu bu məmləkətdə? Gəlin, baxın da, əgər ədalət var, qanun var, filan var və təəssüflər olsun ki, dost ölkələrimizdən, dost dövlətlərimizdən də cilayələrimiz budur. Bilmirsiniz. Keçən həftələr içində elə Bakıdan da televizyonlarda söylədim. Real var olan milli hərəkata arxadan dərbə vurdunuz. Arxadan demək ki, pis əməlidir bu. Bu gün olacaqdı, bu gün gördünüz, gəldi hara çıxdı, 2 il içində, ay demək ki, Tehran rejiminin havası ilə oyna, ay dost ölkə, nə dost ölkə sənin səfirliyi basan, səndə teröristləri xırtdaya kimi dolduran, hələ bu gün də sənin üstündə fitqan fütur yaradan, Rusiya ilə əlbir olub, əlbir, Rusiya ilə. Sabah Rusiya buradan demək ki, nə deyirsiniz, üstə yalamadan bir addım bir yana baxsayan, elə bu Fars onun xidmətində olacaq. İrticası ilə, mühümmatçısı ilə, sağı ilə, solu ilə və yaxud o Türkiyədən. Bıraxmırlar, amandı, tez olun, filan olun, elə bilirsən bu Türkiyə mediası, CNN Türk deyir, CNN Farsdır. Demək ki, başdan ayağa gecə gündüz, deyirsən ki, özünüz ki, NATO-dasınız. Özünüz ki, sizi NATO qoruyur axı. O, nə deyirsən, o inəhli kəndinin üstündəki o təpənin üstdən dünən yox, İsrail gündəkinə füzənin birin, Muşəkin birin, o NATO vurdu, Amerika vurur, olar. Yoxsa Türkiyə düşəcək o zatlar nə edəcəksin? Ümumilikdə, yəni, Güney Azərbaycan milli fəalları kənarda, qıraqda qalıb və biri də Azərbaycan adına köhnə solçular, hala o əqidənin üzərində qalanlar, bunlar konferanslarda iştirak edib sabahları farslarla yenə də təkrar dövlət qurmaq istəyirlər İranda. Mövzu budur. Bununla bağlı fikirləriniz, görüşləriniz məmnuniyyətlə. Buyurun. Əjdər bəy, buyurun lütfən. Buyurun Cavad bəy, təşəkkür edirəm sizdən də, Profesor Xəlil bəydən də, Sara xanım da indi qatılar. Bu alimlər məsələsində dediniz, Cavad bəy, bu məsələni siz Sayın Ayşel bəyindən həll edərsiniz, yaxşıdır. Orada bizim demək ki, bəzi alimlərimiz də var şeylər. Bunu da çəkdim də, Mikail bəy bu məsələ ilə məsuldur. Mən dedim onun adını da çəkdim, bəli. Bizim gözəl alimlərimizdən ki, bəzi elmi sahədə təşəbbüskardırlar. Yəni, Profesor Xəlil bəy demədilər. Bu işlətdiyimiz Samsung və bu telefonların çoxunda proqramı verən Sayın Yaponiyada da, Güney Koreyada da belə bu işlərdə və Amerikalılara da bu şeydə yardımcı olan Sayın Profesor Xəlil bəydir və başqa sahədə yenə də bizim bəylərimizdən ki, Avustraliyadan Sayın Michael bəy bilir, indi hər zaman istəsələr həttəmən qatılarlar və başqa soydaşlarımız da ki, bu işdə və özəlliklə də bu milli məsələdə ilə uzmandılar. Bu günləri bizim iclasda, təşkilatın iclasında dostlarımızdan da hazırlaşmışdılar ki, qatılalar ki, həsə indi bu yerin arızqallığı hər nə, amma gələcəkdə olar. Hər halda məsələ buradadır ki, bu rejimin əhvalatı bəllidir. Bu son durağına gəldi, yetişdi. Son durağına yetişib. İndi isə demək ki, çeşitli qruplar, dəstələr və siz də buyurdunuz ki, Cavad bəy, ay demək ki, ortaya bir adamlar çıxardırlar və yaxud da mən söylədim. Ay çıxırları milli hərəkat, yəni dedim də o adam çıxır ki, demək ki, Bakıda bir qəzetəyə gəlir,
Londradan elə isti-isti oradan deyir ki, İran adlanan yer dağılır, amma milli hərəkat yaşayır. Və sən elə onu orada deyirdin də, abi. 7 rəngə düşürsünüz, gündə bir rəngə düşür. Deyirdin də bir kəlmə orada demək ki, Londrada. Düzdür, onların hamısı bir-birindən də fərqsizdirlər. Niyə? Ora yığılıbsa o Xumeyninin, Seyyid Ruhullah Xumeyninin o şuarı həmibahəm ki, nə istəyirsə, bu bitibdir, qutarıbdır bu. Bir dəfə idi, getdi həmibahəm. Ona görə də yəni İrançı solçusundan yəni bir bədbaxtlıq da budur. Bu İran adlanan yerdə bunun sağı da, solu da heç vaxt özünü doğrultmayıb. Bunlar demək ki, hər zaman quyruqları bir yerə, başları birinin quyruğuna bağlı olub, hər zaman. Başlarının elə bəlası budur. Ya İngilofil, ya Rusofil, ya filan, ya filan. O ölkələrdə də, baxmayaraq ki, onlar nə qədər gəlişsə də, ondan sonra sistemləri dəyişsə də, necə ki, bu Rusiyada. Stalindir, Lenindir, nə bilim, Xoroçovdan, Qarbaçovdan gedibləri bitibdir. Ruslar özündən imtina edir. Demək ki, o Məhəmməd Rzanın bir sözü vardı, məmuriyyət bərai vətənəm, məmləkətimin üçün demək ki, ödəv. Orada bir adı var kitabında, deyir ki, mən bilmirəm, bu Rusiyada bu Stalinin duvarın dibindən adını çıxardılar, atırlar ayına mavzəleydən, orada böyürdə, orada kimsə də onu bəyənmir. Bu İran adlanan yerdə bu adamlar gəlirlər, dirənirlər, Stalin, biz də bunlara məcbur tutub zindan verər, nə 10 illərlə. Yəni, məsələ budur ki, bu günləri İran adlanan yerdə bu, demək ki, köhnə solçu ilə bunlar da yığılıblar, demək ki, bəzi vaxtda, demək ki, özlərini bilirlər nədir, bilirlər milli hərəkat nədir, bilirlər bu milli hərəkat necə formalaşıbdır, bunun, demək ki, kriterləri nədir, bu şaka bir şey deyir ki. Ona görə də çıxırlar demək ki, oradan da, amma məsələ budur ki, Azərbaycan milli hərəkatı sinifçi, təbəqati hərəkat deyil. Komünist hərəkatı deyil. Olsun, sol, sağ söz onda deyil. Bu millətdir, müzaiqdir. Yəni, Azərbaycan türkləri gəlib bir nöqtəyə yetişib ki, misal üçün sosial ədalət, sosial rifat, demokrasi, pluralizm, parlamentarizm, cumhuriyyətçilik, yəni bu da bizim proqramımızda, QDTB-nin əsas proqramındadır bu. Çağdaşlıq, dünyəviçilik söylədim. Ona görə də yəni Azərbaycanın güneyinin bağımsızlığı, yəni sən durub yenidən gedəcəksən, hansı bir irticaçı, qafa geri, ondan sonra düşüncə geri. Nə olsun ki, Məryəm Rəcəvi çıxıb demək ki, üz-gözünə biraz makiyaj eləsin, əl gəzdirsin, gəlsin, başlasın, aynən demokrasi gətirəcək, ay filan gətirəcək, bizlərin də şəhidləri. Yaxşı, o cəmaatı qırğına veribsiz, özündən biz. Özündən biz qırğına veribsiz. Ona görə də bugün də gəlirsən, deyirsən ki, hətta demək ki, məndən də belə şəhid var. Elə şəhid vermən olsa, onda Azərbaycan türkləri, demək ki, İran adlanan yerin genəlində və özəlliklə bu 100 il Fars dövlətçiliyini kişnəyən vaxtında hamıdan çox şəhid veribdir. Soyqırıma məruz qalıbdır. Ona görə siz də gəlibsiz elə öndə gedənlərizlə, demək ki, Azərbaycan türkləri hər tərəfi dənəyibdir. İstər Hənif Nəcaddan olsun, Bədizadə qandan olsun, ha birisi bu xalqımız, Çeriş fədaisindən, Tudə partiya, Əranıdan da böyük yoxudur ki. Əranıda bırakın. Hamısında demək ki, Azərbaycanlılar da dənəyiblər və sonrası nə olub, gəlib çıxıb sizlərə. Yəni, onların da nə qədər demək ki, camşanlıq eləmiş olsalar da, bu təşkilatlarda, bu qruplarda filanda və hətta bugünkü demək ki, bu rejimdə də bu sonuncu bu quşqondurmazdan tut get qabağa nə bağırırlar, nə bilim adamlar da öldülər də bir dəstə getdi. Ay demək ki, day camşanlıq eləyib, bunlar neyini bilin, sonra nə? Sonra nə? Bu millətə hansı hizməti verdilər, neynədilər? Bu Azərbaycan türkünü hansı qaranlıq yerdən bir çəkdilərsə, bəlkə darısqalı yerdən çıxartdılar. Ya getdilər irticaçılığa, mühümmaçılığa, gerizəkalılığa demək ki, can verdilər. Ona görə də biz hər zaman söyləyirik ki, Sayın Cavad bəy də söylədilər və Sayın Makil bəy dedi. Yəni, ay demək ki, biz durub demək ki, sol təfəkkürə, sol təfəkkürün tarixi demək ki, Marksdan da qabaqladı, öndədir. Çoxdandır. Amma məsələ budur ki, deyəcək, adam sol təfəkkürü var, olsun. Amma Azərbaycan milli hərəkatında bunun demək ki, sol təfəkkürüsü də olar, bunun demək ki, çeşidli baxışda, inancda insanlar da vardı. Onlar, amma demək ki, gəlib sol təfəkkürlə, ay amandır da elə demək ki, qibləgahımız buradır. Hamısı demək ki, gərək, demək ki, bizdə necə filan kəslər Məkkiyə tərəf qiblə, bunu tuturlar Məkkiyə tərəf, biz də demək Moskvaya tərəf, ya filan yerə, ya Vaşinqtona tərəf, ya demək ki, filan fərq eləməz, ya demək ki,
kimi nə deyirsə, Quzey Koreya tərəf. Məsələ buradadır, bu günləri gedib demək ki, burada, yəni bu günləri, hətta o indi bu sonuncu bunların görüşləri Londradaydı. Axı Londradan qabaq Almaniyadaydı. Onun da parasını verən bayaq Sayın Cavad bəy də dedi. Azərbaycan dövlətinin maliyyəsi ilə demək ki, hələ orada bir adam da sevinirdi ki, bu paranı da biz ödəmişik. Axı sən Azərbaycan dövlətinin, Azərbaycanda bu millətin boğazından kəsib, verirsən bir iddiya və yaxud demək ki, Stokholmda da yığılmışdılar ki, Azərbaycan dövlətinin və Azərbaycanda bu millətin parasını Stokholmda kimi gətirirlər ora? Demək ki, bu İrançı dəstələrdən nə fədai filan zat, həmin ki, demək, bu axıra kimində Tehran rejimini, elə həmin Ləndəndə, Londrada. Bunlar gedib oradan növbəyə dururlar ki, demək ki, saatlarla bu Tehran rejiminə, demək ki, yalancı seçkilərdə özləri də bilirlər. Onlar da, demək ki, ona, demək ki, səs vermədə dayanırlar. İndi deyəndə də şəxsi müstəvidə, orada bu evin zindanında 61-ci il, əgər düz deyirəm, 1361-ci günəşidir. Biz o evin zindanındaydıq. İndi bir yeni yetmələr var, çıxırlar, nə zindan, nə evi, deyirəm, dayan görə ki, bu rejim və demək ki, o zindanı düzəldən o keçmiş rejim idi. Bu rejimdə onun yolunu getdi, orada dəri yandırırdılar, uşaqları zorlayırdılar, qadınla, bu rejim. Və orada bu Fərrux Nigəhdar var, bunlar hamısı yalandan göstərirlər ki, ay mən bilir, hələ də bu rejimin quyruğundan sallanıb. Orada Tuğda Partiyasından bir əmuy vardı, aynən neçə zindanda qalmıyor. Fərruqla gəlirdilər zindana. Orada deməli, listanı qoyurlar, başqa solçu qrupların adları niyə? Rejimə qarşı savaşanların adının listasını verirdilər Lacəvərdi, o adam yiyən Lacəvərdi. Bura. Lacəvərdi dedi, baxın görüm, bunlar gəliblər burada, demək ki, ad verməyə filan, amma sabah bunların özündə tupasacağım bura. Hə? Məsələ buradadır ki, bunlar hamısı bir-birinə, sizin deyərsiniz, nəyə görə bu işi görürlər? Ha, bu İran solcusu bədbax, solçuluqdan demək ki, o marksizmdən öncə bunlar İrancıdırlar. Və deyirdilər də Məhəmməd Rızani, demək ki, Bağdada, İtaliyadan qaydanda aeroportdan götürüb o saraya aparan Tuğda Partiyasının əfsərləri idi. Və o Məhəmməd Rıza da deyəndə ki, ay vətənsiz, siz Tuğdeyi, havye, bivətən filan, İran komünizmini Tuğdeyi adından, Tuğda Partiyasının adıyla tanıyırlar da, o hamısı onun göbəyindən çıxıb. Hamısı. Komələsi də, nə bilim, peykarı da, nəmnəmən hamısı. Göbəkçəsi ondandılar. Amma o zaman həmin Tuğda Partiyası dəfələrlə öz mətbuatında yazır. Məhəmməd Rıza deyildi. Vətənsiz sənsən. Biz səndən çox İran sevərik. Düz deyil. Bunlar İran sevərdilər. Bunlar tamamiyyətər sevərdilər. Bunlar başda Azərbaycan türkü olmaqla, demək ki, millətlərə ziddilər, düşmandılar millətlərə. Bunların başında duran Əranı çıxıb deyir ki, hamını fars eləməliyik. Əranı deyildi, mən demirəm ki. Hə? Ona görə bu gündə bunlar hazırdılar, itinlə, zinlə, pişiklə oturalar. Necə ki, o Ləndəndəkilərə baxın, onların bir dənə şünasnaməsi, süzürlüsünü açaq, hamısını danışan vaxt olsa. Amma bizim işimiz bu deyir. Bu deyir. Sayın Cavad bəy söylədilər. Biri də qaçırırlar, aparırlar ora. Mən hamısını bilirəm. Qabaqsadan bəzi adamların tanıyırıq daydan. Ora aparmadan da ki, ay səni də çağırılıb, amma gəl, yəni səni bir dənə ora, necə ki, İran adlanan yerdə o quş qondurmazı, o Məsud Pezeşkiyanı atdılar ortaya. İndi qalıb ortada, onun nağılı da var. Kitabı da var İran adlanan yerdə, da, özünün yox, onun haqqında. Qalıb ortada indi. İndi də götürürlər adamları, sən də gəl orada özünü göstər, biz də deyək, Azərbaycanı da burada vardı. Aman deyə, amma. Bu BBC televizyonunda proqramlar vardı, orada demək ki, bəzi aparıcılar, jurnalistlər, keçən illər içində. Bu Azərbaycanlardan çağırırdı, bəzilərindən soruşurdum, Nəzür dedi, 2 gün ilə 2 gün biz oteldəydik. Bu inayət-i fanidən tutmuş, orada o aydından, ona filanlar. Bizə deyildi, aman diyor, milli məsələni danışmadı, orada bu Azərbaycan məsələsini elə qoyma. Hə? Hamıca hazırı təmşiyyət eləyirdilər. Necə Məhəmməd Rıza təmşiyyət otağına soxurdu, işgəncə edib, təvvab eləyirdi, bu rejim də təvvab eləyir. Orada da BBC-də də aparırdılar, arxa otaqda danışdırırdılar. Hə, bunu danışmayacaqsan, bunu danışacaqsan, buyur ki, otur. İndi də yığılırlar orada burada. Bilirlər ki, bu rejim qutarıb. Bilirlər ki, demək ki, bu qatır, bu eşşək, bu heyvan ölüb. Hamısı da daraşıblar leşə. Hamısı. Çoxdandır. Ay gəlin, day kongreslər yaradırıq filan derdi. Amma yenə də hələ 100 il geridə qalıbsınız. O da nədir? Azərbaycan türkləri sizdən 100 il öndədirlər. Öndədirlər.
Azərbaycan türkləri çalışdılar, tarixi də deyəndə qalırlar, yox, tarixdən danışma. Məşrutə gətirirdilər, məşru eynən savaşdılar, vallalarla. Ondan siz də nədiniz, hamısını vırdınız, dağıtdınız, getdiniz heyvələrin dalına düşdünüz Rızanın. İndi də çıxıbsınız Rıza. Heyvərə idi adam. İngilislər bu xorlayıb gətirmişdilər filan. Oğlu da elə. Bu aladılar, hatta Amerikalılar, o İngilislər özləri yol vermədilər. İmtina edədilər bunlarda. Bu da bu Xumeyni də götürdülər, gətirdilər. Boğazlarında qalıb indi. Qalıb İngilisin boğazında. Lan bu dəqiqədə. Bilmirlər ki, bu nədir, key istəmir. Harada gizli bu dərdi necə əlac eləsin. Trump da heydi, gədə körfəzə, gəl görə bu mənuçerdir, nədir, bunun adı Hürmüzdür. Gəl kömək ilə alsaq da, qalıb Avropa ölkələri başda İngilis olmaqla. Qalıb, çünki öz zibilləridir də, gətiriblər bu irtizanı burada demək ki, yapılandırdılar, parçaladılar, yardım etdilər, kömək elədilər, indi qalıblar neynəsinlər? Və demək ki, heç zad olmadan da, demək ki, birindən də təzə türbələrdən, zaddan yaratmağa başlayıblar. Ay demək ki, Amerika çıxıb, Amerikada keçən həftə milyonlarca insan çıxıb deyib, biz şah istəmirik. Hatta deyək, şah istəmirik, öz sözləri, öz işləri. Onda Amerikada şah istəmirlər, bizə demək ki, şah yeridirsiniz. Hardan çıxartdınız bunu? Özü Azərbaycanlara geçməz. Dəfələrlə demişəm, yenə də deyirəm, biz bir yolu gedirik ki, KDTB olaraq, təşkilat olaraq, orada bəylərimiz, xanımlar və daxildə də Sayın Cavad bəy də söylədilər, havayı ömür qoymamışıq, ayıq ömür qoymuşuq, bilirik, özümüz seçmişik, mən özüm seçmişəm, özümüz hamımız seçmişik, bilərək də, təcrübələrdən gələrək də seçmişik. Ona görə də biz demək ki, 100 il bundan qabaq bizim öndə gedənlərimiz, ağıllı öndə gedənlər, cumhuriyyət yaradanlar, fikir qoyanlar, Ağçuralar, Məhəmməd Əmin Rəsulzadələr və Azərbaycanın güneyində fikir sahibləri. İndi o qədər demək ki, vırıb, kəsib, kitabları cırıb, bu günləri də adam baxanda, dəyərli Sarağanım, dəyərli bəylər, adam baxanda əlovlanır. Çoxunluğu təşkil edən bir millətin heç yanda adı yoxdur. Heç yanda adı yoxdur. Amma demək ki, saniyələrlə Fars heç olmasa yanında da bir Kurd. Deyəcəm, dən görə ki, nə oldu bu məmləkətdə? Gəlin baxın da, əgər ədalət var, qanun var, filan var və təəssüflər olsun ki, dost ölkələrimizdən, dost dövlətlərimizdən də cilayələrimiz budur. Bilmirsiniz. Keçən həftələr içində elə Bakıdan da televizyonlarda söylədim. Real var olan milli hərəkata arxadan dərbə vurdunuz. Arxadan demək ki, pis əməlidir bu. Bu gün olacaqdı, bu gün gördünüz, gəldi hara çıxdı, 2 il içində, ay demək ki, Tehran rejiminin havası ilə oyna, ay dost ölkə, nə dost ölkə sənin səfirliyi basan, səndə teröristləri xırtdaya kimi dolduran, hələ bu gün də sənin üstündə fitqan futur yaradan, Rusiya ilə əlbir olub, əlbir, Rusiya ilə. Sabah Rusiya buradan demək ki, nə deyirsiniz, üstə yalamadan bir addım bir yana baxsayan, elə bu Fars onun xidmətində olacaq. İrticası ilə, mühümmatçısı ilə, sağı ilə, solu ilə. Və yaxud o Türkiyədən. Bıraxmırlar da, bıraxmırlar, amandı tez olun filan olur, elə bilirsən bu Türkiyə mediası CNN Türk deyir, CNN Farsdır. Demək ki, başdan ayağa gecə gündüz, deyirsən ki, özünüz ki NATO-dasınız. Özünüz ki, sizi NATO qoruyur axı. O, nə deyirsən, o İnəhli kəndinin üstündəki o təpənin üstdən dünən yox, İsrail gündəkinə füzənin birin, Muşəşin birin, o NATO vurdu, Amerika vurur, olar. Yoxsa Türkiyə düşəcək o zatlar, nə yiyəcəksin?